Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkin. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzuluyuram və ümid edirəm ki, bu videodan siz maksimum fayda götürəcəksiniz. Deməli, bu videonu çəkən vaxt 22-10'dur hal-hazırda. Həftənin birinci günü və Kayseri Trabzon oyununa baxıram. Yani zaten Telegram'da paylaştım. Telegram'ın linkində, ümumiyyətlə Telegram'ı asan şəkildə tapa bilərsiniz. Az altdan xət kupon. Azərbaycan dilində hərflərlə ancaq kupon sözünü yazırsınız. Az altdan xət kupon, rahat tapırsınız. Videonu paylaştım. Dorukan Tököz, keçmiş Trabzonun tulası bilərəkdən, Kayseri'də oynayır indi, bilərəkdən komandanın onsuz da vəziyyəti çətindir, turnir cədvəli baxımından. Ulayın ayağına Türklər buna kasıtlı müdaxilə deyir də. Yəni qəsdən zədəyə yol aça biləcək bir hərəkət eləyir və beləliklə qırmızı kart alır. Buna baxmayaraq Onuaço'nun qollarına qədər Kayseri dəhşətli dərəcədə gözəl futbol oynayır. Çəkinmədən elə o tulaymış o komandanı bu vəziyyətə salan. Ümid edirəm ki, məşqçi də bundan bir nəticə çıxaracaq. Belə dostlar, yavaş-yavaş keçirik analizlərə, qısaca xatırlatmalarımızı eləyim. TFC ilə oynayanlar üçün 244 780 agent kodumuzdur. Orada Index Media Group yazısı çıxır. İlk depozitdə ümumiyyətlə 25% bonus əldə edə bilirsiniz. Ümumiyyətlə ilk depozitinizdirsə TFC-də. Bunun üçün bizə yazırsınız, kifayət eləyir və saytımızı rahat tapa bilərsiniz. Kupon.com.az bu layihənin adı kimi. Axtarışa versəz dərhal çıxır. Google'da çox gözəl nəticələr var. Sizin sayənizdə təbii ki, sizə təşəkkürümü bildirirəm. Belə, keçək yavaş-yavaş oyunlara. Burada Galatasaray'ın oyunundan başlayacağım, amma ümumiyyətlə proqramda 2 dənə çempionship oyunu olacaq. Keçən dəfə deməli, keçən dəfə nə oldu bizdə? Hull City uduzmaz dedim. Hull City çıxdı ümumiyyətlə rəzil bir duruma saldı özünü. İndi Millwall artıq çempion Premier Ligaya oynayır. Millwall bravo, əhsən Millwalla. Hull City'dən bunu belə gözləməzdim. Heç Millwall'un özündən də 3-5 gözləməzdim açığı. Çünki Millwall ümumiyyətlə 2-3 qol aralığı, 2-5-6 komandasıdır, belə deyək. Nəsə oldu, bir nəfər də yazdı ki, kimsə demişdi ki, Hull City uduzmaz. Yəni, biz ümumiyyətlə bu, niyə bu qədər, aydın məsələdir, Norveçdə də belə çürüklər var, Danimarkada da belə çürüklər var, hədd bilməzlər var, amma yəni, mən heç vaxt heç kimin uğursuzluğuna sevinməmişəm. Bəs deyirlər, dünyada ədalət var. Həyat bumerangdır, hər şey sənə qayıdır. Mən axı, bu həyatda ədalət varsa Allah mənim bəlamı versin. Yəni, mən indiyə qədər bir nəfərin yadıma gəlmir ki, uğursuzluğuna sevinim. Başımın daşı ola, düşmənim ola, yenə də elə şeylər xasiyyətimdə yoxdur ümumiyyətlə. Bu keyfiyyətsiz, kaş belə bizim imkanımız olardı. Məsələn, keyfiyyətsiz malları ki, bazardan çıxardırlar. O bəzi keyfiyyətsiz malları da bazardan belə çıxardardıq həyatımızdan. Bloklamaqla da alınmır da, belə. Əksəriyyətdə bizdə Warzakon jargonu ilə danışırlar. Yəni, belə streamit zat belə də danışırlar. Allaha and olsun deyirəm, mən rus dilində 3 təhsilim var. Streamit sözünün mənasını bilmir o adam. And olsun Allaha deyirəm, bilmir. O sözün necə yazılışını bilmir. Belə geri zəkalılarla da uğraşmaq istəmirəm. Bloku atıram və salam. Sadəcə yadıma düşdü birdən-birə. Belə təmiz gici oldum. Başlayaq dostlar. Galatasaray Liverpool. Galatasaray streamit eləyir qaqalar. Bilirsiniz də. Liverpool da Pajizni buradadır. Bunların məsələn, geri zəkalın biri yazıb ki, qaqa nəsə Galatasarayın oyunda Nito var. Deyirəm ki, yəni Galatasaray dostlar, bir də bəzi notlar almışam özüm üçün. Bu arada çox maraqlı bir məqam da ondan ibarətdir ki, burada
potensial itkilər və itkilər. Yəni bunu da mütləq şəkildə biz nəzərə almalıyıq. Bilirsiniz ki, Anfield-dakı oyuna Türk fanatları buraxılmayacaq. Bu bir. Bir də o Anfield məsələsinin ardı olaraq, keçən dəfə TikTokda da bunu demişdim. Keçən dəfə TikTokda da bunu demişdim. Deməli, belə bir şey var da dostlar. Qalatasarayın, tapsam o tweet'i qoyaram bura. Qalatasarayın rəsmi səhifəsində belə bir paylaşım var idi ki, Liverpool'un o məşhur şuarına istinadən, xitabən, sən heç vaxt tək you are never walk alone sözünü belə də şuarın ardı olaraq yazmışlar, vergül və ya ki nöqtə, növbəti cümlə vardı ki, but sometimes you are necə idi? Walk without points. Yəni xalsız bəzən bu yolda yürüyəcəksən tək. Abi, yəni siz bu şuara ilişmək çox pis şeydir. Galatasaray keçmiş olsun indəndən deyək. Burada bir məsələ var. Yəqin buna da siz fikir vermişsiniz. Bunu nəyə görə toxundum? Bu oyunun kilit nöqtəsi, çözümü Anfield'dadır. Liverpool'un bura hansı beyinlə gələcəyin mən bilmirəm. Sadəcə təxmin eləyəcəyik. Necə təxmin eləyəcəyik? Baxın. Əvvəla, sarı kart cəzalısına bir anda çevrilə bilər kimlər? İsmail Yakobs, Uğurcan, Davinson Sanchez, Osimhen, Bardakçı, Abdülkerim ki, axır vaxtlar əla formadadır, Noah Lang və Ronald Salai, düzdür? Və bayaq da oxudum ki, zədə alıb kim? Alisson Becker. Və bu Alisson Becker olmayacaq, Mamardaşvili olacaq. Mamardaşvili çıxışlarda bilir ki, səhvlərindən yadda qalan bir qapıçıdır. Görək nə olacaq. Burada Galatasaray, sizcə, yadda da 1-0 olan oyun var idi. Galatasaray elə bir oyun oynayarmı? Balaca bir pauza eləyəcəm ki, bir anlıq özünüzlə baş-başa qalıb o suala cavab tapasınız. Galatasaray risk alar da yəqin ki, bundan razısınız. Risk alan Galatasaray Liverpool'a azı 4-5 epizod verəcək. Bunlardan biri yəqin ki, gol olacaq. Amma dostlar, Liverpool'un müdafiəsi, biz bunu axırıncı oyunlarda da görürük. Mən xüsusilə də Wolverhampton'dan oyunda bunu gördük. Düzdür, Wolverhampton'dan oyunda Liverpool özü hər şey elədi ki, gol gəlsin, girsin və yol üstü bir nəfərə dəydi, getdi o kubok oyununu nəzərə tuturam. Kubokda da vurdular bu arada. 2-1 başa çatan oyunu nəzərə tuturam liga daxilində. Liverpool presə çox həssas olub axır vaxtlar. Məhz Çempionlar Liqasında Okan Buruk öndə, xüsusilə də Osimhen dəhşət bir pres eləməyə başlayıb. İnanılmaz səviyyədə bir pres eləyib. Və məsələn, bayaq oxuyuram ki, Julian Nagelsmana sual verirlər ki, Leroy Saneni milliyə çağıracaqsanmı? Deyir, ya ən azından yoldaşlıq oyunlarına çağıracam. Bu onun üçün şansdır ki, özünü göstərsin. Elə bu cür oyunlarda şansdır ki, özünü göstərərsən. Leroy Sané, Noah Lang. Qardaş, bunlar kifayət qədər səviyyəli oyunculardır. Hə, Galatasarayın yaş ortalaması ən yuxarıdır səhv etmirəmsə play-off komandalar arasında ola bilər. Amma Osimhen, qardaş, Osimhenin bu dəqiqə Barcelona'ya desələr ki, məsələn 70 yoxdur Laportada. Danışacağıq birazdan o barədə. Amma 40 ver, göydə qapalılar. Taparlar oradan buradan verərlər. Məsələn, özə 9 nömrə necə lazım da oynayar. Sözümün canı dostlar. Sözümün canı. Galatasaray məncə bir dənə top vurmağa qadirdir və vurar da. Ən azı birini deyək, yaxşı. Liverpool da bir dənəsini vurar. Görək stadion vəziyyəti nə gündədir. Amma sırf Galatasaray Anfield'da azarkeşsiz necə gedir o oyuna? Hansı beyinlə gedəcək? Deməli, burada risk almağa məcburdur da bu komanda. Məsələn, eyni şey Tottenham, Atletico Madrid haqqında da biz deyə bilərik.
Atletico üçün çöldə bayır kimidir də. Liverpool'a Anfield'da 2 dənə qol vurmuşdu. Dirəmişdi. Allah saxladı Liverpool'u. Misal olaraq deyirəm. Yəni həmin ana paralelləri apara bilərsiniz. Amma Galatasarayın əsas gücü Çempionlar Liqasında azarkeşləridir. Bunu hamı bilir. Ona görə də burada azarkeş də oyuna girər. Təbii ki, baxımından da mental olaraq girər, mənəvi olaraq. Və Galatasarayı məcbur eləyər ki, belə kağızda yazırıq, önə çıx, ağlımızda nə yazırıq? Liverpool'a moment ver. O momenti də verə bilər. Bir də məsələn, Rio Ngumoa. Yəni, yenə deyirəm, bu oyun Anfield'da bu iş Anfield'da çözüləcək. Bu düyün Anfield'da çözüləcək məncə. Bir də məncə Dursun Özbək o admini çağırsın, desin ki, ay geri zəkalı. Axırda deyəcəyin sözü heç vaxt əvvəldə demə. Əvvəldə deyəndə bax belə olur. Qarşıva yenə də gətirir UEFA. Qoyur Liverpool'u deyir, gedin, görüm xalsız nə qədər yürüyəcək. Burada hərçənd xala oynamırlar. Amma adamı bilirsiniz nə edirlər bu sözə görə? Bu birbaşa Liverpool'un armasına, logosuna ilişməkdir. Əllərin belə itilib gözləyirlər orada. Əllərin bir-birə sürtərək. Bir də bu yaxşıma düşdü. Bir söz, bir şey deyim. O gün videoya baxıram. Deməli, Liverpool'un sizcə ən bahalı maşın kimdədir Liverpool'da? Belə pauza eləyirəm, öz-özünüzə bir dənə cavab verin. Streamit eləyənlər üçün o kommentləri bağlamışam. Qardaş, Curtis Jones ən bahalı maşın sürür Liverpool'da. Mən dədəmin pulu ilə sürmür, sağlığına qismət. Amma bir adamda bir abır-həyə olar. Salat deyil, nə bilim, Soboslay deyil, Gakpo deyil, nə bilim, Van Dijk heç deyil. Yəni Van Dijk'in maşını köhnə Porsche'dir. Yəni ən yeni nəsil Porsche deyil də ən azından. Ya abırın həyanı olsun, sən ehtiyatda oturan adamsan. Nəysə, cəmaatın pulunu saymayaq. Sadəcə bir məlumat üçün dedim. Atalanta Bavariya. Demək, son məşqə kompani oyuncuların ailələrini dəvət edib, barbekü parti düzəldiblər. Kane oynayacaq yoxsa yox? Bir dənə sual, beynimdə qurdalı sual fırlanır. Amma burada bir şey var. Liverpool deyəcəkdim. Bavariya öndəki trio, Olise, Diaz, Kane. Qardaş, üçü ayrı-ayrılıqda hər biri 25 qola, deməli, qol plus pas sistemindən, yəni, belə deyək də, daxil olublar. Mən şokdayım, bunlar nə oyun çıxardır, bunlar nə edirlər? İndi iş burasındadır ki, Atalanta evdə oynayar. Yəni, ən azından mən son oyundakı Atalantanın beynini gördüm Udinese'nin oyunda. Başa düşdüm ki, Palladino'nun beyni buradadır. Atalanta oynayar. Atalanta oynasa Bavariya incidər abi. Bavariya ümumiyyətlə liqada Newcastle'dan sonra ilk hissədə ən çox qol vuran ikinci komandadır. Newcastle'dan sonra. Səfərdən bu statistikaya da baxarsınız, səfər məsələsinə. Səfərdə neçə dənə qol vurublar taimdə. Yəni əksəriyyəti səfərdədir. Və dostlar, bu Newcastle statistikasına da şey təsir elədi də. Düzdür, indi Bavariyada da Pafos var idi, amma Newcastle təsir elədi Qarabağla oyunlar. Bu məsələ də var. Yəni, uzun sözün qısası dostlar, Bavariya oynayan rəqibləri sevir. Mən Palladino'nu çox bəyənirəm. Palladino möhtəşəmdir, əhsən. Mən bu oyuna 2+ gol demək istəyirəm. Hətta mən sizə bir şey deyim ki, Bavariya çox pis incidə bilər burada. Təbii ki, futboldur, yekə-yekə danışmaq istəmirəm. Yəni, mən heç vaxt burada bir oyunla bağlı belə net bir şey deməmişəm. Həmin o streamit eləyən qaqamıza da deyirəm ki, Hull City ilə bağlı mən burada belə deməmişdim heç kimə ki, apar filan qədər pul qoy. Mənim xasiyyətim də yoxdur, onu hamı bilir. Sadəcə öz fikrimi demişdim. Barcelona Neftçi ilə oynasa yenə də öz fikrimi dedim ki, Barcelona udar 1-500 məsələn də mənim şəxsi düşüncəmdir. Demərəm ki, məsələn, bəziləri kimi.
Bu Atletico Madrid bu Barsaya bata bilməzdi. Batdı. Dibinə qədər batdı özdə. Publika işləmək nə var ki? Bu ölkədə belədir də abi. Publika işləmək. Bu ölkənin özünün futbol şərhçiləri var. Futbol şərhçiləri var ki, Qarabağ təəssübkeşi olublar. Qarabağ bizim komandamızdır. Allah mənim bəlamı versin əgər sən Qarabağ düşünürsənsə. Bax, bura bütün səmimiyyətimlə deyirəm bunu. Allah mənim bəlamı versin sən Qarabağ düşünürsənsə. Sən TikTok like-ından başqa və bəzilərindən aldığın puldan başqa bir şey düşünürsənsə, yenə də deyirəm. Mən sabaha çıxmayayım. Bu dərəcədə. Mən tanıyıram sizi abi. Mən 16 ilimi vermişəm jurnalistikaya. Mən sizi belə tanıyıram. Belə dostlar. Atletico Madrid Tottenham. Bu arada Atletico Madrid'in Peaky Blinders style görmüşsünüz yəqin ki. Burayı yerləşdirməyə çalışacağım. Ümumiyyətlə, mən Shelby-ni çox bəyənirəm. Peaky Blinders hekayəsini də oxumusunuz yəqin ki, bilirsiniz. O, Ruslar ona Ostroy Kazırki deyirlər. Görsən, streamit eləyən qaqa. Rus dilini təmizdir. Ostroy Kazırki. O söz də bilmirsən yəqin ki. Deməli, əl çəkməyəcəm o qaqaşdan. O mənə zakona tuzdurmalıdır. Deməli, Peaky Blinders artıq yəqin ki, fotodan başa düşdünüz nədir? Qəşəng bir kollaborasiyadır bu əslində. Burada yeri gəlmişkən onun maraqlı bir şey var. Biz bir dəfə bununla bağlı söhbət etmişdik bir tarixçi ilə ki, o da bilmir, dəqiq bilmir ki, aerodrom papaqlar Azərbaycanda nə vaxtdan dəbə düşüb. Amma mən bilən bunu ümumiyyətlə tarixə qovuşduran, dəbə mindirən olub elə London küçələrindəki İngilis uşaqlar olublar. O da adətən nəyə görə? Sadə bir məntiq. Oğurlanan və nəsə, saat, qırqızıl, pul, jandarmeriyanın ağlına, polislərin ağlına gəlməyəcək bir yerə gizlədilirdi. Papaq çıxırdı, qoyurdu bura, sonra dartırdılar papağı belə. Bu da sənin üçün Peaky Blinders hekayəsi. Nəsə, Peaky Blinders'ın vətənindən olan Tottenham gəlir, Tottenham. İndi burada əslində çox uzatmaq istəmirəm. Bu arada Tottenham da 2-ci liqaya düşür də, vitrin oyunudur. Xavi Simons oturub PUBG sıxır bütün gün. Çıx oyuna da geri zəkalı. Bir ətək pul veriblər sənə. Abilər, Çolonun dili ilə deyəcəm, sözləri ilə deyəcəm, Simeon'un sözləri ilə deyəcəm. Bu oyunun favoriti yoxdur. 1.48 açıblar orada, 1.40 neçə idi? 1.50 falan, 1.40-1.50 arası idi. Simeone özü dedi ki, qardaş, bu komanda 4-cü yerdə çıxıb play-offdan. Necə olur ki, biz favorit oluruq? Düz deyir də. Hər iki komanda qol vurar. İndi kimsə deyəcək ki, nə oldu? Bütün oyunlar qol-qol oldu. Abi, Tottenham'la bağlı sadəcə bir şey deyəcəm. Qeyrətsizin qeyrətə gəlməyi pis olur. Bax, mən sizə bu sözü deyirəm. Bunu unutmayın. Bugün olmasa da bunu görəcəksiniz siz. Keçirəm Newcastle oyununa. Deməli, Barcelona-Newcastle oyunla bağlı dostlar. Əvvəla Flick offside tələsi məsələsinə çox gözəl cavab verib. Çox gözəl cavab verib həqiqətən də ki, offside xəttinin, belə deyək də, müdafiə xəttinin nə qədər oyunda oynaması önəmli deyil. Önəmli olan bizim öndə nə qədər effektiv pres eləməyimizdir. Düz deyir abi. Düz deyir. Bu belə. İkinci, amma hocam, sənə ancaq öz aramızdır. Buradan bizi izləyirsə hocamız, Hogwarts ətrafından, sənə ancaq Bilbao kimi mallar vurmazdı qolu. Bunu da unutmayaq da. Newcastle başqa bir arşınla ölçülən komandadır və Newcastle Çempionlar Liqasında dəliyə dönür. Biz bunu hər dəfə görürük. Xüsusilə də Anthony Gordon. Burada da məsələn bir konspekt hazırlamışam özüm üçün. Məncə burada aləm bir-birinə dəyə bilər. Hansı yöndən? Mən hamının eşitmək istədiyini deyəcəm. O bir nəfərə sual vermişlər ki, səncə dünya futbol tarixinin ən prime, əla oyuncusu hansıdır? İngilis futbolçularından birinə. O qədər də populyar deyil, amma
Qəşəng fikirləri var. İzləyici kütləsi də böyükdür. Demişdi ki, siz hamının eşitmək istədiyini eşitmək istəyirsinizsə, okey. O 2 nəfərdir. Amma mənim üçün Hatem Ben Arfa Prime'ında Messi'dən yaxşı idi və adam haqlı idi bir tərəfdən. Hatem Ben Arfa pure, kristal təmiz futbolçu idi həqiqətən də. Heyf, çox heyf. Nəysə, indi hamının eşitmək istədiyini eşitmək istəyirsinizsə, baxın, burada yazdığımı sizə bir-bir oxuyacağım. Gəlin bir səsli düşünək də, yaxşı. Barsanın arxa xətti bir natamam bir puzzle oxşuyur. Nəsə qırılğanlıq vardı, orada bilirsiniz. Newcastle-ın da müdafiəsi ağırdı. Bir dənə beyninizə canlandırın, bir dənə heyəti. Dan Burn, Malik Chow və s. və axır. Bu Trippier, Dewsbury Hall. Məsələn, Dewsbury Hall deyib ki, Hall deyib ki, həyatımın ən çətin gecələrindən biri olacaq. Çünki Yamala qarşı oynayacağım. Belə. İndi baxın, gəlin bir də səsli düşünək. Eric Garcia Anthony Gordona qarşı. Bilməm, indi Cancelo gedərmi o cinaha? Başqa bir rotasiyaya gedərmi? Məsələn, orada variant çoxdur da. Garcia ortada Kubarsi ilə, Cancelo sağda, Gerard Martin solda. Amma Gerard Martini ortada daha çox tərcih edir də, türklər demiş. Onda Cancelo gedər o tərəfə, sola, ənənəvi, çünki sağ-sol da oynaya bilir, Trivela da sevir. Bu tərəfdə də oynayar, sağda oynayar Eric Garcia. Düzdür, variantlardan biri budur, çünki Jules Koundé zədəlidir. Okey, istənilən halda bunlar Gordondan kəsişəcəklər. Hələ onun arxasında da Tonalisi var, nə bilim, Tonali ancaq ortadan yarmır ki, Joelintonu var, Hall dəstək verə bilər. De Jong yoxdur, yazıq Pedri. İndi düşünün də, məsələn, Dan Burn Yamala qarşı. Proporsiyaların dizbalansına baxın siz. Yəni, tutdu birə-bir də, məsələn, demirəm, Dan Burn personal olaraq Yamala qarşı oynayacaq. Amma Yamal sevir axı sağdan sola girməyi. Məsələn, Dan Burn. Düşünün. Dan Burn'la bağlı istəsəz maraqlı bir şey deyərəm. İstəsəz öz də. Trippier Rafinha'ya qarşı. Trippier yaşlaşıb da artıq. Nə qədər də fiziki yaxşı olsa da Rafinha abi, Rafinha'dır da. Yəni, hündür komanda, çevik və texnarlara qarşı da özdə. Və ciddi disbalans yaranır burada. Yəni, sadəcə burada Newcastle ikinci topa vurmağa oynayacaq. Onda həm ikincini vura bilər, həm də ikincini buraxa bilər. Bir göz qırpımında özdə. Hətta bizim bir izləyicimiz var, belə məntiqli uşaqları mən sevirəm də. Kesin də bir dənə izləyicimizlə danışam. Harada yaşayırsan? Primorskidə. Sahil qəsəbəsində. Sənə uzaq olar deyir abi, nə bilmən. Deyirəm ki, səviyyəli insana görə dünyanın o başına gedərəm. İlk gündən səni tanımışam, səviyyəli uşaqsan. Səviyyəli qardaşımızsan. Yəni, belə oturaq doyunca söhbət eləyək, tanıyaq bir-birimizi, əhatəmiz böyüsün, streamit eləməyək, həyatımızı yaşayaq özümüz üçün. Yaxşı oğlan yox, yaxşı insan olmağa çalışaq, hər şey bir qırağa. İndi, burada artıq nə demək istədiyimi başa düşdünüz, dostlar. Məncə uzatmanın mənası yoxdur. Növbəti günə keçirəm qısaca. Burada da Middlesbrough bu tərəfdə şey demədim. Leicester oyununda gol 2-5 üst. Tərəfə getmədən. Gol 2-5 üst. Bir də Atletico Madrid oyununda bir dənə əlavəm var idi. Birinci hissədə hətta orada gol ola bilər. Birinci hissədə ən azından bir top olacaq, o heç. 1-5 üstə də gedə bilər birinci hissəyə. Gol güdəcəm orada birinci hissədə. Növbəti günə keçəndə artıq o ayın 11-nə Middlesbrough Charlton. Burada Middlesbrough udar. Udmasa o batan gəmini deşən Qagulyalardan biri gəlib deyər ki, kimsə demiş ki Middlesbrough udar. Hə, yaxşı, mən dedim. Mən üzə durmuşam indiyə qədər. Yox, şükürlər olsun. Getdik. Burada erkən seansı buraxacam. Bayer Leverkusen Arsenal oyununu buraxacam. Bodo Glimt Sporting. Burada bir düşüncəm var əslində. Sintetika olsa belə, ot örtüyü. Bodo yaxşı hazırlaşıb bu oyuna. Burada siz biraz qəliz bir seçimə getmək istəyirəm. Hərçənd bütün dünya bu oyuna gol 2-5 üstə oynayacaq da, düzdür? Bütün dünya. Və inanılmaz, məncə də yaraşar da abi. Yəni, başqa nə oynayacaqsan, nə bu oyuna, başuca dönüb. Bunun tərzi də gəlsən, nə oynayacaqsan? Hansısa krugda belə
mənasız trip atmaq üçün atarsan bu oyuna, yox qol, nə bilim, alt, hə, məsələn deyirəm də. Sonra bir dənə qaqon bildi. Vallah bilmədin. And olsun Allaha bilmədin, bilmədin. Burada bir şey var. Ağlıma batdı əslində. Çünki Sportingi izləyənlər bilirlər ki, Sporting cinah komandasıdır həm də. Bir də bombardımanı sevən komandadır. Sporting kornerləri utsa 2-yə yaxın əmsal götürə bilirsiniz. Ağlınıza batırsa amma bu metrika, bu statistikadır. Çünki Bodo play-offda oynayan komandalar arasında ən az korner yerinə yetirən 2 komandadan biridir. Maraqlı bir məsələdir bu əslində. PSG Chelsea oyununa toxunmaq istəmirəm. Qurban olaram, başuca dönərəm. Məni buradan nə qədər açıblar? PSG 1.84 açıblar əslində. Abi, and olsun Allaha deyirəm. Sırf Chelsea müdafiəsinə görə deyəcəm bunu. Sırf Chelsea'nin müdafiəsinə görə. Baxaq görək nə qədərdir. PSG 2 top vurar. Başqa nə deyəsən bu oyuna? Çıx denən Chelsea sürpriz eləyər. Mən də razıyam, futbol da eləyər. PSG 2 top vursun, istəyir ağzımı açdırırlar. Çünki mən sizə Chelsea-nin müdafiəsini dəfələrlə burada demişəm ki, bu müdafiə ilə, bu yazıq Rosenyor, bu ön xətt, da neynəsin? Bu belə. Və Real Manchester City. Bu oyunun sadəcə bir şeyinə toxunmaq istəyirəm. Yəni, Real Madridin bəxti gətirmədi zədə baxımından. Arada mırtdaşırıq, zarafatlaşırıq. Mən bilirsiniz ki, Guardiola güvənmirəm. Mən Guardiola'dan fərqli olaraq anti-madridista deyiləm. Mən sadəcə mırtdaşıram. Mənlə də Real fanatları mırtdaşır, dostlarımız, Galatasaray, belə də günümüz xoş keçsin. Heç vaxt həddimizi aşmadan edirik də bu zarafatları. Qıcıqlandırma olur təbii ki. Bir dəqiqə bu... Yaxşı. Bu oyunla bağlı düşüncəm nədir? Görək bir dənə kornerlər açılıb mı bu oyunda? Alt üstə baxaq bir dənə kornerlərdə. 8-5 üstə 1.36 açılıb. Məncə bu gələr dostlar. 1.38, 1.39 belə hardasa açılıb. 9-5 üst bilməm gələr yoxsa yox. Nəsə kornerləri qoyaq bir qırağa. Mən sadəcə bir şeyi sizə dəqiq deyə bilərəm ki, meydanda nə olacaq bilmirəm. Mən sadəcə analizimi sizə deyəcəm. Mental analiz hər şeydən önəmlidir. Mental nədir? Barcelona'nın bir dənə oyunu var. Bodo Glimt'in bir dənə oyunu var. Vəssalam. Yəni, hamıya qarşı eyni oyunu oynayırsan. Səni analiz eləmək asan da olur. Galatasaray göstərdi ki, mənim bir dənə oyunum yoxdur. Liverpool həmçinin. Bavariyanın bir dənə oyunu var. Amma o oyunu o qədər ideallaşdırıblar ki, çıxa bilmirsən məngənədən. O məngənəyə girdinsə, çıxa bilmirsən. İndi sözümü nəyə gətirirəm? Real Madridin itkilərini görmüsünüz. Qarşısında kimdir? Reala da açıq deyək də, Reala nifrət edən bir insan. Və bu anti-madridista Realı bəlkə də son 10 ilin ən zəif Realını tapıb. Çünki gəlin itkilərə baxaq, qardaşlar. Mən bunu havaya güllə atmayaq da. Mən demirəm, Real zəif komandadır. Nə bilim, və s. Mən deyirəm ki, məsələn, sual altındadır. Mbappé oynayacaq yoxsa yox. Carreras oynayacaq yoxsa yox. Alabanı keçdik. Bellinghamsiz bu komandanın oyunu ümumiyyətlə dağılıb. Militao yox. Rodrigo ümumiyyətlə bildizə hətta dünya çempionatında bəlkə buraxdı. Ceballos yox. İndi okey, burada kadrolar falan yoxdur hələ ki, heyətlər yoxdur. Qardaş, bu zəiflik sadəcə burada bilmirəm oyun necə olacaq. Çünki Real məsələn evində çox açıq oynamaz burada. Oynamaz. Çox cəsarətli futbol oynasan, City öldürərsən abi. Vallah öldürər. Özdə çox prinsipial oyundur. Adam yenə də deyirəm anti-madridistadır. Və bunu deməli Etihada saxlayıb mərhələ keçə bilər. Mərhələ keçər City oynaya bilirsinizsə, heyətlərə əsasən bunu deyirəm, yenə də deyirəm. Mən Real'la problemim yoxdur. Biz burada filankəsi sevirik, gedək pulumuzu qoyaq, filankəsi sevmirik.
onun əksinə qoyaq. Bu belə iş olmur da. Mən burada sizə bir şey mental izah edirəm də. Sadəcə yaxşı gəlin belə bir şey eləyək də. City hər hansısa bir hissəni qazanar oynaya bilərik. Amma Realın logosu elə bu turnir deməkdir. Mentalın həmcə bu tərəfi də var da. Amma qardaşlar, bütün mövqelər üzrə razılaşın ki, indi qapıçını müqayisə eləyə bilərik. Hərçənd məncə qapıçı da üstündür. Kurtuğa da yaban atlası qapıçı deyil. Haalandın axır vaxtlar işlərinin pis getməsinə baxmayaraq, bəlkə də Marmuşu buraxdı öndə, əks hücumlarda öldürmək üçün. Realın müdafiəsi rəzildir dostlar. Bütün mövqelər üzrə City üstündür. Mən bunu demək istəyirəm. City ona görə deyirəm ki, hər hansı bir hissəni qazanar. Zaten bunların statistikasını görmüsünüz də, şəxsi görüşlərinin. Amma olmaya bilər. Olmaya bilər. Mən Guardiola da güvənmirəm. Amma bu Realın bu heyətinə də mən güvənmirəm. Guardiola niyə güvənmədiyimi dəfələrlə sizə izah eləmişəm. Evində qaza gələr, publikaya oynayar. Oynayar abi. Çıxar. Deyər ki, qardaş, gəl bura. Əlimə fürsət keçdi. Demirəm o hesab olar. Yadınızdadır Leipziglə oyun. Getdi də oyun getdi. Tappa-tap nə vurdular girdi. 7-yə 7 oyun. And olsun Allah, Guardiola bunu istəyər. Alınmaz o başqa işdir. Yəni Real da 7 dənə də yeyəcək halı yoxdur hər halda City-dən. Heç 4-ün yeməz, 3-ün yeyər, bəlkə də yeyər. İkisini də vurar məsələn deyirəm. Amma sözümün canı odur ki, City burada turu imkan varsa həll eləyərəm. Böyük ölçüdə. Uğurlu bir nəticə ilə dönərəm ən azından, beyni ilə çıxacaq. Real isə bura beyni ilə çıxacaq. Qardaş, bu qədər itkilər var. Mən bunlarla çata-çat futbol oynasam burada, səhərsi gün istefamı yazacağım 100%. Kimi gətirəcəksən? Alonso'nu təzə göndərmişsən. Belə dostlar, öpürəm sizi, bağrıma basıram. Allah əmanət olun, nə yaxşı ki varsınız. Bu həftə Avropanın digər oyunları da olmalıdır, səhv etmirəmsə. Onlarla bağlı ayrıca bir buraxılış hazırlamaya çalışacağım.